İrəvanda məhkəmə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyub. Bu barədə məlumatı Ermənistanın Antikorrupsiya Komitəsi yayıb. Sarkisyan ölkənin digər eks-prezidenti Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı başladılan cinayət işində iştirak edir. Xatırladaq ki, avqustun 25-də Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı cinayət işləri başladılıb. O, dünən saxlanılıb və hazırda səhhətinin pisləşməsi səbəbindən xəstəxanadadır. İş üzrə Robert Koçaryanın böyük oğlu Sedrak barəsində 2 ay müddətində həbs qəti imkan tədbiri seçilib. Millət vəkili xalq artisti Polad Bülbüloğlu 3-cü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. Deputat Novye Vremya qəzetinə açıqlamasında sözü gedən informasiyanı təqzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib. O, Gülnarə Şıxəliyevadan boşanmadığını və 3-cü dəfə evlənmədiyini bildirib. Qeyd edək ki, ötən gün 81 yaşlı xalq artisti Polad Bülbüloğlu'nun 48 yaşlı əməkdar artist tanınmış rəqqasə Eter Cəfərova ilə ailə həyatı qurduğu haqda məlumat yayılıb. Masallı rayonunda küçədə meyit tapılıb. Masallı şəhər sakini 1973-cü il təvəllüdlü İntiqam Əhmədov Masallı şəhər ərazisində qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Ölən şəxsin keçmiş məhkum olduğu bildirilib. Araşdırma aparılır.